Salam, hörmətli şagirdlər. Bu günləri OTK DİM sualları qeyd edilibdir 9-cu siniflər üçün. Mən çalışacağım bu sualların izahatını verim və 11-ci siniflər üçün də əldə etdikcə sizə izahatını verməyə çalışacağım. Deməli, birinci sualımız 9-cu siniflərdə ABC üçbucağı verilibdir. Şərtdə ABC üçbucağı AD bərabər, bu bərabərliyi şəkil üzərində qeyd edək. AD bərabərdir CD-yə. Bu da bərabərdir BD-yə. BD də bu hissədir. Aha. Deməli, CBD bucağı verilibdir bizə 25 dərəcə. Bizdən soruşur ki, BAS bucağını tapın. Yəni, bura bir sual işarəsi qoyaq. Gəlin bu sualı birlikdə həll eləyək. Bu da 25-dirsə, üçbucağın bərabər yanlı üçbucağın şərtinə görə BDS üçbucağı bərabər yanlıdır. Onda burada olar 25 dərəcə və üçbucağın xarici bucağı olacaq 25-25 50 dərəcə. Onda bu sual işarəsindəki bucağı tapmaq üçün yenə də burada bərabər yanlı BAD üçbucağı alındı. Onda 180-dən 50 çıxacağıq. Bərabər olacaq 130 dərəcə və 130-u böləcək yarıya olacaq. Deməli 65 dərəcə. Deməli burada 65 dərəcə olacaq. Sual işarəsi də olacaq 65 dərəcə. Deməli burada cavabımız C variantı. Keçirik növbəti sualımıza. Deməli, ikinci sualımız 32-ci sual. 32-ci sual belə bir sualdır. İfadəsini vuruqlara ayıraq. Gəlin burada yazaq A üstü N vurulsun A üstü 2, yəni toplayanda bunu hasil kimi göstərə bilərik. Minus 9 üstü, deməli 9 üstü 2 vurulsun A üstü N kimi yaza bilərik. Bu da bərabərdir. Burada A üstü N'lər ortaq olduğuna görə A üstü N'i mötərizə xaricinə çıxardırıq. A üstü 2 çıx 9 üstü 2. Bu da bərabərdir. A üstü N vurulsun A çıx 9 vurulsun A plus 9. Və bu bərabərlikdə də deməli biz vuruqlara ayırdıq. A çıx 9 A plus 9 B variantı. 32-ci sualımız oldu. B variantı. Keçirik növbəti 33-cü suala. Deməli, belə bir tənlik verilibdir. Tənasübdən x-i tapın soruşur. Biz bilirik ki, tənasübün orta həddlərin hasili kənar həddlərin hasilinə bərabərdir. Deməli, orta həddlər 12 vurulsun. Deməli, 4x çıx 5 bərabərdir. Demək 9 vurulsun x plus 2 və bu şərti biz sadələşdirsək 48x minus 60 bərabərdir 9x plus 18 və dəyişənləri bir tərəfə keçirsək 48x-dən çıxacaq 9x bərabərdir 18-in üzərinə 60 gələcək. Bu da bərabərdir. Demək 39x bərabərdir 78-ə. X də bərabərdir məchul vuruq. Deməli tapaq 39-a bölürük 78-i x bərabərdir 2 alınacaq. Burada B variantı olacaq cavabımız. Keçirik növbəti. Deməli burada növbəti sualımız 34. 34-ə baxaq. Deməli, A plus B 8 olarsa, ifadənin qiymətini soruşur. Deməli, bizdə soruşulan bu ifadədir. Və buna baxanda biz nəyi görürük? Buna baxanda biz avtomatik bilməliyik ki, müxtəsər vurma düsturu A plus B-nin
Mötərizə kvadratın açılışı verilibdir. Plus 1. A plus B'ni də hazır verib də burada. 8'in kvadratı plus 1. Den bərabərdir 64 plus 1 65. Hazır verib bir dənə lazımdır ona qatmaq. A variantı. Yaxşı şagirdlərimiz avtomatik baxan kimi sualı qapacaq. Deməli, burada paralellik şərtləri verilib. Alfa ilə beta bərabərdir. Nəyə görə? Çünki ikisi də uyğun bucaqlardır. Uyğun bucaqlar bərabərdir. Amma beta ilə qamma, məsələn, fikirləşək, xarici bir tərəfli bucaqlar. Yəni, biz beta plus qamma cəmi bərabərdir 180 dərəcə yazırıq. Çünki onlar xarici bir tərəfli bucaqlardır. Alfa ilə beta bərabər olduğuna görə biz alfanın yerinə beta yazırıq. Onda bu sualı bu cür yazarıq. Beta plus 2 beta bərabərdir 3 yox plus 3 qamma bərabərdir gəl tapaq. Deməli beta plus 2 beta 3 beta plus 3 qamma. Bu da bərabərdir. Onda bunu burada davam elətdirək. 3'ü çıxarsaq beta plus qamma. Beta plus qammamız biz burada nə yazmışıq? 180 dərəcə yazmışıq. Demək 3'ü vurarıq 180'a. Bu da bərabərdir 540 dərəcə. Demək burada C variantı. Keçirik növbəti deməli sualımıza. 36-cı sual. Aha, 36-cı suala baxaq. Otuz altı. Deməli, sualımız nədir? OC şüası verilib. AOB-nin tən bölənidir. OC AOB-nin tən bölənidir. Yəni, bura alfadır. Bura 2 alfa deyək. Belə suallarda həmişə çalışaq ki, buradan da bir xətt verilib. Bura 2 alfa deyək. Burada AO, C-yə də 2 alfa deyək. Onda OD şüası da AOC-nin tən. Onda bura alfa olacaq. Onda AOB 4 alfa bərabərdir 140 dərəcə. Onda alfa bərabərdir 35 dərəcə olacaqdır. İndi COD-ni soruşduğuna görə 35 dərəcə harda var? B variantında. Keçirik növbəti suala. 37. A həqiqi ədədi üçün deməli burada verilib nə? A kubu bərabərdir 2. Onda hər tərəfi kvadrata yüksəlsək, onda olacaq A üstü 6 bərabərdir 4-ə. Bizdən də A üstü 6 plus 6-nı soruşur. Yəni 4 plus 6 bərabərdir 10 yaza bilərik. Hansı variant? A variantı. Gəldik növbəti suala. 38. Bir ifadə hansıları mənfi ola bilməz? A modul A bərabərdir A-dırsa, deməli A müsbətdir. A müsbətdir. Modul B mənfi B-dirsə, onda B nədir? Mənfidir. Çünki qarşısına mənfi yazılıb. İndi deyir, hansı mənfi ola bilməz? Müsbəti mənfinin kvadratına bu müsbətdir. Açıq 2B, yəni A-dan 2B çıxanda B-də onsuz mənfidir də, bu da müsbət olacaq. B-dən 2-ya bu mənfidir. Hansı mənfi ola bilməz? 1, 2. A variantı. 37-ni yazdıq. Keçirik növbəti sual. 38-ci sual. Deməli, 38-i biz yazdıq onda. Keçirik 39-cu sual.
Deməli 45% 90 olan ədəd. Onda faizə görə ədədin tapılması nə edirik? Deməli 90-ı vururuq 100-ə, bölürük 45-ə. Onda bunlar ixtisar getsə, bu da bərabərdir. Burada 2 qalacaq, 100 olacaq. Ədədin 30%, 200-ün də 30%-i necə tapılır? Vurub 30-a bölürük 100-ə. Deməli, bu da bərabər 60 olacaq. Burada A variantı. Keçirik növbəti suala. 40-cı sualda isə belə olacaq. Deməli, bizdə bunu verilibdir. 2a plus 3b 14. Burada görürsən kvadrat verilib. Bu tipdə sualda avtomatik bunu fikirləşmədən kvadrata yüksəltmək lazımdır. Yəni burada yazıram bunun kvadratı, həmçinin sağ və solu kvadrata yüksəldir. Kvadrata yüksəldəndə nə alınır? 4a kvadratı plus 2 misli, hasilinin 2 misli 6 12ab plus 9b kvadratı. Muxtəsər vurma düsturu bərabərdir 196. Burada da bax bunu verib 100. Deməli bununla bunun yerinə mən 100 yazıram. 100 plus 12ab bərabərdir 196. Onda 12ab bərabərdir 96. Onda AB-miz olacaq 86. 96-nı 12-yə böləcəyik. Hə. Burada böləcək 6 dəfə. 6 dəfə yox, üzr istəyirəm, 8 dəfə. C variantı. AB hasili oldu 8. Bu da 40-cı sualımız oldu. İndi gəlin baxaq 41-ci sualımıza. Deməli, belə bir sualdır ki, AB 2 rəqəmli ədədi verilibdir. Burada demək bunu açanda nə verəcək? AB olacaq 10A üstə gəlsin B bərabərdir 2A üstə gəlsin 5B. Burada da biz bunu sağ-sol eləsək 8A bərabərdir 4B olacaq. Demək B-ləri A-ları sağa, sola, B-ləri sağa. Burada da 4-ə bölsək 2A bərabərdir B olacaq. B-miz 2A-dır. İndi burada B böl A-nı soruşduğuna görə onda 2A bölünsün A, bu da bərabərdir 2. Cavab B variantı. İfadənin qiymətin adi hesablamadır. Bunu da yazı 2 minus 2 bölünsün 2 minus 9'da 3. Bu da bərabərdir 2 minus 2 minus 3'də 1. İxtisar eləyirik. Sürətdə 2. Bu da bərabərdir. 2-ni deməli yazırıq 1'də 2 minus. Bunu da bu da 1'də 2'dir də. Ortaq məxrəc 3 olacaq. 3'də 6 minus 1, sürətdə də 2 var. Bu da bərabərdir 1'də 2 minus. Bu 3 çıxır yuxarı olacaq 6 bölünsün 5. 5'də 6. Bu da bərabərdir 5'də. Deməli ortaq məxrəc 5 olacaq 10 çıx 6. Bu da bərabərdir 5'də 4. 5'də 4 də 0 10'da 8 deməkdir. C variantı. 42'də C oldu. Gəldi 43-cü sual. Hə, 43 yuxarıda olacaq. Deməli 43, 45, 44, 43. Hə. 43-ə baxırıq. Deməli 43-cü suala baxırıq. Burada nə yazılıb? 9 üstü 2'dir. Bu qaranlıqdır, biraz yəni tam aydın deyil. İstəri sadələşdirmək rahat sual olacaq. Getdik 44-cü sualda. Yəni A-nın B-dən fərqi. A-nın B-dən fərqi neçədənədir? Bax 1, 2, 4, 5-də var. Bir dənə burada 2 yazırıq plus
B-nin A'dan fərqi 3, 4 var orada. 5 də var. 6, 7. Burada 2 dənədir. 4 eləyir də cəmi. Sonra 44, 45-ci suala baxaq. Katetləri perimetri 90 olarsa üçbucağın hipotenuzunu tapın. Və belə bir düzbucaqlı üçbucaq qururuq. Katetləri 5K, 12K nisbət deyəndə burada 5, 12 olanda bura nə olur? 13K. Perimetri deyirsə 30K bərabərdir 90-a. K oldu 3. Hipotenuz 13K olduğuna görə 13'ü vururuq 3'ə. Bu da bərabər 39. Burada B variantı olacaq. Gəldik 46-cı suala. 0,5-dən böyük məxrəci 16 olan ixtisar 0,5. 0,5 bizdə nədir? 2-də 1. 2-də 1-dən böyük məxrəci 16 olan ixtisar olunmayan düzgün kəsirləri. Məxrəci 16 olan ixtisar olunmayan düzgün kəsirlərin cəmi. Bunu da məxrəci 16-ya gətirsək, bu olacaq 16-da deməli 8. Yəni hər tərəfi 8-ə vurdum. Burada. Deməli 16-da 8-dən böyük 1 yazaq da siz üçün. 16-da 9 ixtisar olunmayan, 16-da 11, 16-da 13, 16-da 15. Bəs kifayət eləyir. Düzgün kəsirlərin cəmini tapın. Bunları da cəmləsək, bu da eləyir 16-da 20, 33, 48. Bu da 3 dəfə eləyir. Cavab 3'dür. 46-da 3 oldu. Gəldik 47-ci suala baxaq. 47. Bərabər tərəfli üçbucaqdan söhbət gedir. Gəlin quraq. Düzgün qurmadır. Deməli. İndi gəlin. Nəysə, belə bir üçbucaq bu şəkildə nəsə planşetdə yaxşı alındırmadım. Üçbucaq təpə növü medianların kəsişmə nöqtəsinə qədər məsafələr deməli neçədir? 6 kök 3. 6 kök 3. Bu üçbucağın tərəfini tapın. Deməli, bunlar medianların kəsişmə nöqtəsidir. Onda biz burada median həm hündürlükdür, həm tənbələn bunu bilirik. Onda bura desək bir dənə A, burada A deyəcəyik. Deməli, median burada nəyə bərabər olacaq? Düzbucaqlı üçbucaqdır da, bura 30 dərəcə olacaq. Deməli, bura 60 dərəcə olacaq. Həm tənbələndir, həm median. Burada 30 dərəcə olacaq. Onda 30'un deməli hipotenuz 6 kök 3'dür. 60'ın 30'un qarşısındakı olacaq deməli 3 kök 3. Onda A'mız olacaq 60'ın qarşısındakı katet digər katetin hansıdır? Kök 3 misli. 3 kök 3 vurulsun kök 3. Bu da bərabərdir 9'a. A'mız oldu 9.
Üçbucağın tərəfi 2A-dır. Bu da bərabərdir 18 olacaq. Deməli bu cür. 8-ci sual bu cür. Sonra hansı qaldı? 49. 48-ə indi baxırıq. Hə, o 47 idi. X-in dərəcə ölçüsünü tapın. Bu şərtdə də var. Belə də yaza bilərik. Başqa cür də yaza bilərik. Yəni x plus 70 həmişə 100-dür. Paralellik varsa x bərabərdir 30 dərəcə. Bu bizim qaydamızdır. Amma belə də yaza bilərik ki, başqa cür də yaza bilərik. Bunu uzada bilərik. Bax, bunu uzatsa 100-ün qonşusu olacaq 80 dərəcə. Burada 70-in çarpazı da olacaq 70 dərəcə. Onda bu üçbucağa görə x-i yaza bilərik 30 dərəcə. Belə bir qaydamız da var, amma ümumilikdə də xassəmiz var. 48. Gəldik 49-cu suala. Diaqrama əsasən bir tap M. M neçədir? Bax, M-ə baxın 8. M-in dərəcə. Diaqrama əsasən dərəcəsini tap. Dərəcələr verib. M-in dərəcəsi 8-dir. K-nın dərəcəsi neçədir? 4-dür. Burada N-in dərəcəsi neçədir? 10-dur. P-nin dərəcəsi də 6-dır. Belə deyək də, bunu kvadrata vuranda burada dərəcə olur 20. Ən yüksəyi götürək də. 10-u 2-yə vururuq 20. Burada isə ən yüksək olur 12. Çünki 4-ü 3-ə vururuq. K-nın kubu 12. Sonra bunları da bir-birinə vuranda deməli, bunları da bir-birinə vuranda olacaqdır 20 ilə 12-nin cəmi. Olacaq 32. Yəni dərəcə oldu 32. Bu cür. 50 idi. Deməli 49, 52, 51. 50-yə baxaq. 50-ci sual. Deməli, bax, A-mız verilib 5. 5-dir də yəqin ki. 5A bərabərdir 3B. Onda A böl B bərabər olacaq 3 böl 5. A-ya biz 3x deyə bilərik, B-yə 5x deyə bilərik. Onda bu cəmi verib 8x bərabərdir 32. Onda x-imiz olacaq 4. Onda B-miz olacaq 20, A-mız olacaq 12. Bizdən də B çıx A-nı soruşur. Bu da bərabərdir 8. Cavab burada 8. Sonra gəldi hansı suala baxırıq? 55 ədədin tərsi ilə əksinin fərqi. 5-in tərsi 5-də 1-dir. Əksi isə -5-dir. Bunların da fərqi olacaq 5-də 1 plus 5. Bu da bərabərdir 5 tam 5-də 1. Yəni bunu 10-luq kəsib 5,2 yaza bilərik. Sonra gəldi 52-ci suala. Bərabər yanlı üçbucağı, düzbucaqlı üçbucaqdır. Bərabər yanlıdırsa nə yazırıq? Bura 45 yazırıq. Sonra neynirik? İndi acı B-də tam böləndir. Tam böləndir. B-də tam böləndir. Yəni 22,5 bura düşür. 22,5 bucağı deyirəm. CD 8-dir. CD-miz 8-dir. AD-ni tapın. Bizdən AD-ni soruşur X. Onda burada olacaq 8 plus X.
Bunda AD'nin uzunluğunu soruşur. Hə, digər bunu necə biz yaza bilərik? Bura 8, bura 8 plus x-dir. Onda burada yaza bilərik ki, katetin kökü kök 2 misli. Biz deyirdik axı 45 dərəcə olanda düzbucaqlı üçbucaqda hipotenuz 8 plus x-in kök 2 mislinə bərabərdir. Onda tənbələrin xassəsini tətbiq eləsək, 8 plus x vurulsun kök 2 bölünsün. Bu isə x-ə nisbəti bərabərdir 8 plus x-in 8-ə nisbəti. Buradan 8 plus x-lər gedə bilər. Onda x bərabərdir 8 kök altda 2. Çarpaz vurduq da burada 1 qaldı. X bərabərdir 8 kök 2. Cavabımız budur. AD'nin uzunluğu. Sonra 53'ə baxırıq. 53. Boş olmayan A və B çoxluqları üçün deməli nə yaza bilərik burada? A-nın, B-nin deməli B-nin A-dan fərqi, A-nın B-dən fərqi. Deməli birləşməsini 48 verir. Birləşməsini biz yaza bilərik. A-nın B-dən fərqi üstə gəlsin. B-nin A-dan fərqi üstə gəlsin. NA ilə B-nin kəsişməsi bərabərdir NA ilə B-nin birləşməsi. Bu bizim düsturumuzdur. İndi gəlin bunu sadə şəkildə yazaq. Deməli bunları bərabərliyi verilibdir. A-nın B-dən fərqi bərabərdir. Demək, A-nın B-dən fərqini yazırıq ki, NA-nın B-dən fərqinə NA kəsişir B bölünsün 3 yazırıq. Çünki bu buna bərabərdir. Bu burada verilibdir. Bu buna bərabər. B-nin A-dan fərqinə isə yazırıq. 8 vurulsun NA kəsişir B bölünsün 3-ə. Bunların da cəmi plus NA kəsişir B bərabərdir. Birləşmənin yerinə də 48 yazırıq. Onda olacaq, bizim sualımızın cavabı olacaq nə? Onda burada ortaq vuruq tapsaq, deməli 3 ortaq məxrəc olacaq. 12 NA kəsişir B bərabərdir. Deməli burada 9 48-ə onda NA kəsişir B bərabərdir. 12 ilə 3 getdi. Burada 4 dəfə 48-i də 4-ə böləndə 12 olacaq. Bizdən də bunu soruşurdu. Sonra gəldik 54-cü suala. 54-cü sual. Belə bir sualdır ki, deməli, bizim qaydamızda var ki, bunların cəmi, əgər paralellik verilibdir, alfa plus beta plus gamma 360'dir. Bunları bilirik. Amma bilmədən də yazmaq mümkündür, yenə də deyirəm. Məsələn, bunları yazayıq 9, 15x bərabərdir 360'a, x də bərabərdir neçəyə? Deməli, bir də 24'ə. X 24'dirsə qammanı tapanda qammamız 6x-dir. 6'nı vururuq 24'ə. Deməli, o da eləyir 144 dərəcə. Və yaxud başqa yolla tapa bilərik. Başqa yolla bunu uzatmaqla. Bax, bunu bu cür uzada bilərik.
Bunu da bu cür uzada bilərik. Deməli, bura neçədir? Bura alfadırsa, deməli, burada olacaq neçə? Alfa. Yəni, çarpaz bucaq. Çarpaz bucaqlar, deməli, bu üçbucağı görürükmü? Bu üçbucağı. Bu həmin bu qeyd etdiyimiz bucaqlar üçbucağın xarici bucaqları olur. Xarici bucaqlar cəmi həmişə 360 dərəcədir. Ona görə biz toplayırıq, bərabər eləyirik 360-a və 144 tapmış oluruq. Sonra gəldi növbəti suala. Deməli 55-də çoxhədlinin vuruqları x kubu, gəlin x kubu çıx 64x-i yazaq, bərabər x-i çıxartdıq. X kvadrat çıx 64. Bu da bərabərdir x vurulsun x çıx 8 vurulsun x plus 8. Bu da sonra bu A çoxluğudur, bərabərdir A-ya. İndi B-ni ayıraq. X kvadratı çıx 2x çıx 48 bərabərdir. Deməli, x çıx 1-in kvadratı çıx 49. Bunu belə yazırıq. Bu da bərabər. X çıx 1 çıx 7. Aha. Bu da olacaq x çıx 1 plus 7. Bu da bərabərdir. Olacaq x çıx 8 vurulsun x plus 6. Bu da bərabərdir B çoxluğu. Deməli, ortaqları x çıx 8 oldu. Hər ikisində olan. X plus 6 burada oldu. Burada da x plus 8 ilə x oldu. Qeyd edin. Bizdən Euler-Ver diaqramında qeyd edin. Hələ bunu soruşurdular. Deməli, bu cür olacaqdır. Başqa hansıdır? 55 sonuncu idi. Oldu. Dərsimiz bu qədər. Təşəkkür edirəm hər birinizə.